Əziz kinoman izləyicilərimiz, kinosevərlərimiz, biz 11-ci buraxılışla sizin qarşınızdayıq. Mən qardaşım Ariflə bir yerdə. Hər kəsə salamlar. Bu günləri bir balaca eksperimental bir buraxılışımızdır. Bir balaca stream də açmışıq. İnşallah bu stream də YouTube-da qalacaq və siz onlara baxa biləcəksiniz. Hamımıza uğurlar. Hamımıza uğurlar. Bu yeni buraxılışda bir balaca çoxdandır istənilən bəzi istəklər və hətta öz istəklərimizi də dilə gətirməyə çalışacağıq. Deməli, müəyyən bir siyahı var, uzun bir siyahıdır. Bəli. Çalışacağıq onu bacardığımız qədər, indi bilmirəm hamısını çatdıra bilərik bu buraxılışda yoxsa yox, amma Hamısı bacardığımız qədər imkansızdır. siyahıda olan bəzi tamaşaçılarımızın rəylərində qeyd olunan filmlər var idi ki, Arif onları izləyib, onlardan danışacağıq və alınsa da biraz retro filmlərə səyahət eləyəcəyik, onlardan danışacağıq. Buyur Arif. Bəli. Deməli, birinci başlamaq istərdim mən əlbəttə ki, çoxdandır toxunmadığımız Fransa kinematoqrafından. Əsasən də başlamaq istərdim 2 dənə 2001-ci ilin filmindən. Bilmirəm təsadüfdən elədi ya planlı şəkildə elədi. İkisi də 1830-cu ilin Fransa inqilabı ilə əlaqəli bir dövrdə baş vermiş hadisələri əhatə eləyir. Yəni 1830-da orada 2-ci Fransa inqilabı baş verir, 10-cu Karlı devrillər, Burbonların restavrasiyasını. Yerinə gəlir Louis Bonaparte səhv eləmirəmsə. Deməli, onu geri qaytarırlar. O hadisələr fonunda baş verən bəzi qarmaqarışıq və içi biraz detektiv, bir balaca mistika dolu hadisələr. Biri hətta real hadisələrə əsaslanır. İndi Vidok bilmirəm nə qədər əsaslanır. Deməli, Vidok 2001-ci ildə çəkilib, rejissor Christophe Comar tərəfindən. Bu təsadüfən Depardieu oynadığı deyil. Gérard Depardieu və Guillaume Canet. Guillaume Canet mən ayrı cür ona bir münasibətim var. Çox maraqlı bir aktyordur. Xüsusən mən onu tanıdım bir filmdən sonra. O ex həyat yoldaşı Marion Cotillardla bir yerdə bir çəkildiyi filmdir. Aktyorun həyatından onu ayrıca bir dəfə danışarıq. Deməli, burada nədən gedir söhbət? Vidok bir növ fransız Sherlock Holmes kimi detektivdir. Axtarır, araşdırır ki, bir nəfər şüşə güzgün maskada, üzündə güzgün maskada cinayətlər törədir. Cinayətlər də necə? Bakirə qızları oğurlayır pul müqabilində, kasıb ailələrdən oğurlayır və onlardan, belə deyək də, öz maskasını düzəldir və özünə ölümsüzlük eliksiri kimi bir şey, yəni daimi cavan qalmaq üçün. Bu müəyyən bir vacib insanlarla, maqnatlarla əlaqədədir, 3 nəfər insanla əlaqədədir. Onlar ona bu qızları təmin edirlər. Bir müddət sonra etiraz elədilər, biz istəmirik. Çünki onlar da həmən eliksirdən istəyirdilər. Yaşlı adamları da istəyirdilər cavanlaşsınlar. Görürlər, eliksir yoxdur bunlara. Dedilər, biz də səni qız zad da götürmürük. Və bu hadisədən sonra başlayır cinayətlər ortalığa çıxmağa. Həmən o 3 nəfər ölür və bunların ölümünü araşdırır Vidok. Vidok araşdırır. Film başlayan kimi gedir, şüşə üfürülən yerlər var ki, müəyyən formaya salmağa şüşəni. Orada belə bir zavodda geri tapır həmən alximiki, şüşə maskalı. Başlayırlar döyüşməyə, kino başlayan kimi bu ölüm ayağındadır. Sallanıb qalıb arxasında orada altdan alov çıxır peçdən. Deyir, bir dəqiqə deyən, ölüm ayağındayım, deyir, bilmək istəyirəm sən kimsən? Üzvü göstər mənə. Bu da açır üzünü göstərir. Vidok atır özünü alova. Dərəvərəm, öldü. Bütün kino boyu Vidok yoxdur. Ancaq flashbacklər, yəni xatirələr bu Gebniyi araşdırıb, necə araşdırıb. Bu ilə bərabər də bir dənə jurnalist araşdırır onun həyatını. Ki, mən onun həyatı haqqında kitab yazmaq istəyirəm. Bu jurnalist araşdırdıqca kimləri sorğulayırsa, o sorğuladığı adamlar bir başda ölməyə müəmmalı şəkildə. Və artıq məlum olur ki, bu insanın da bu işdə əli var. Və belə götürür ki, vəziyyət. Finalda Vidok ortalığa çıxır. Gəldi ki, mən bilirdim ki, sənsən. Mən sadəcə olaraq göstərmək istədim, sübut göstərmək istədim ki, sən eləmirsən, hər şeyin arxasında sənsən. Başlanır döyüş, güzgülərlə, biraz belə mistik döyüş, güzgülərdə axı belə mistik bir şey vardı güzgünündə, o tərəfinə əlaqəli, dünyanın o tərəfi, ruhlarla əlaqəli. O öldürdüyü insanların ruhları elə bil çıxır da o maskadan. Alximiki öldürür.
hakimiyyət dəyişilir, bunun müdirini dəyişirlər, eləyirlər filan. Vidok da çıxır geri öz işinə gücünə. Film qutaranda göstərir ki, bir belə parıltı keçdi. Yəni bu hələ ölməyib. Bunun güzgüsü də işləyir. Bu da hələ sağdır. Yəni maraqlı bir filmdir, amma yeganə sevmədiyim şey montaj, bir də operator işi. Bilirsən, həyəcanı çox belə şey göstərir. Bax burdan çəkir, bax belə. Avropa stili. Avropa stili və bilirsən də fransız lenti sarımtılı olur biraz. Burada bu dəfə ürək bulandırıcı dərəcədə belə çirkatap sarı idi. Yanmadan bir saniyədən az belə stıklar döyüş anında əsasən adamı çox qıcıqlandırır. Sən fikrini bir yerə toplaya bilmirsən. Amma film olaraq çox maraqlıdır. Çox gözəl, qəribə bir estetikası var. İkinci bir film isə Fransanın həmin dövrü ilə əlaqəli. Canavar qardaşlığı. Yenə də 2001-ci ildə çəkilmiş, rejissor Christophe Gans tərəfindən çəkilib. Burada da məşhur simalar. Aha. Samuel Le Bihan Fransak rolunda, Mark Dacascos, Mani rolunda, Monica Bellucci. Ay, canım. Buna sənin üçün xüsusi vurğulamaq lazımdır. Silvia rolunda. Vincent Cassel, Jean-François rolunda. Emily Dequesne, çox gözəl bir xanımdır o da. Bir də Bernard Farsi, bizim hamımızın tanıdığı, taksi seriyası üzrə tanıdığı Komissar Jiber. O da oynayır. Kino çox gözəldir. Mən o kinonun mövzusunu elə o kino baxmamışdan illər əvvəl araşdırırdım. Fransada belə bir əyalət var, Jivadan. Jivadanda belə bir hadisə baş vermişdi. Qəribə bir məxluq insanlara hücum edirdi. Uşaqlara, qadınlara, daha sonra kişilərə də. Görənlər deyirdi ki, canavardır. Sonra dedilər, yox, canavardan böyükdür. Sonra dedilər, canavardan fərqli olaraq uzun quyruğu var, axırda belə tüklüdür. Sonra nə bilim, nə dedilər, şirə oxşayır, nə oxşayır filan. İmperator eşidir bunları, bezir də bu xəbərlərdən. Ordu yollayır, qoşun yollayır ki, araşdırsınlar nə məsələ, öldürsünlər, ovçular filan. O heyvanı görənlər lərzəyə gəlir. Heç kəs onu tuta bilmir. İllərlə, aylarla vaxt keçir. Axır imperator deyir, nə oldu da? Bu qədər pul gedir ora, əskərlər hamısı orada. Tuta bilmirsiniz bu heyvanı. Üstündən xeyli keçəndən sonra doğrudan da tuturlar. Amma imperatoru qane eləmək üçün yalançı bir dənə canavar tuturlar, içini doldururlar samanla, gözləriniz adı düymə salırlar, böyüdürlər, ellər. Göstərirlər ki, buyurun biz tutduq o canavarı, Jivadan canavarını. Rəsmi olaraq o tutulub Jivadan canavarı. Amma qeyri-rəsmi olaraq o canavar sağ idi. Və buradakı bir balaca detektiv liniyası araşdıraraq göstərir ki, bir nəfər qraf gedir Afrikaya səyahətə, Afrikada zədələnir. Qol uzadı, nə günə qalır, şir ovuna çıxır. Həmən şiri götürür özü ilə Fransaya gizlindən. Onu yetişdirir, balalarının zadı çoxalır, başlayır onları təlim eləməyə. Neçəsi ölür, biri sağ qalır. O birinin üstünə dəmir, dümür, nə bilim, kirpi kimi tikanlar, zadlar, dəmir caynaqlar, zad tanınmaz hala salır da heyvanı. Və əli ilə haranı göstərirsə, kimi göstərirsə, onu gedir bu şir parçalayır. Adını qoyublar Jivadan canavarı. Amma canavar deyil. Gələn ovçu da onu deyir. Fransak deyir ki, canavar deyil, mən canavar görmüşəm. Bunun deyir, parçaladığı insanlarda nə boyda ağız izi var da, dişlər izi var. Bu canavar deyil. Deyir ki, yox, canavardır, canavardır. Axırda məlum olur ki, bu məsələnin siyasi bir tərəfi də var imiş. Yəni, o bir balaca qarama-qarışıqlıq salır filmə. Film sırf yönəlsəydi ki, o canavar temasına, bax, onda tamamilə fərqli olacaqdı. Amma film biraz şey tərəfinə getdi. Siyasət filan, mən nə bilim, orden, orada canavar qardaşlığı, mən nə, filmin adını doğrultmalıdır da bir yandan da. Mark Dacascos'un oradakı döyüş istedadına söz ola bilməz. Yəni, mən ona Instagramda, TikTokda filan rastıma çıxır videoları. Qardaş, bu adamın neçə yaşı olardı? Yəni, təsəvvür elə də. Biz balacaydıq, o meydan solu cavanlığının pik səviyyəsində idi. İndi bizim neçə yaşımız var, bu adamın da 2 qatı kapoeira eləyir. Dayanır, hündür bir yerdə təpəlikdə zətdə ayağını qaldırır, aşırdır, əllərinə hərəkətlər eləyir, maraqlı. Baxırsan, deyirsən ki, necə oynaqlıq var bədənində. Hələ də oynaqdır, hələ də qıvraqdır. Amma bax, bu canavar adam temasına, canavar adam deyirəm, qardaşlarım. Canavar temasına ümumiyyətlə daha yaxın Canavar Adam filmi idi. 2010-cu ildə çəkilmiş film.
Bir şey deyim, bəs bu canavar qardaşları bu filmdə, danışdığım filmdə Monika necə idi? Monika sadəcə sənət əsəri. Monikanın orada bir səhnəsi var idi. Bizim hamımızın bəyəndiyi kimi. Yəni bilməm necə başlayalım. Olduğu kimi deyək. Monika orada yataqda uzanıb belə çılpaq şəkildə kamera gəlir, onun belə bədənindən keçir, birdən bir dənə belə montajla elə alınır ki, keçir qarlı təpələrə, meşəliyə filan. Bir Monikanın sifətin silueti. Orada bir də qeyd eləmək lazım bəstəkar işini. Mən o bəstəkarın yaradıcılığına heyran qaldım. O düzü çoxdan da kimsə istəmişdi icraçılardan. Artıq yadımdan da çıxıb. Amma fikir versən, niyəsə filmdə həddindən çox şərq musiqisi var. Kanon, ud, ney, balaban. Yəni bu alətlərdən istifadə olunur. Zərb alətləri də bizim alətlərdir. Yəni tək bizim yox, Afrika alətləri filan da var. Yəni qəribədir, yəni qəribə bir seçimdir. Bəlkə də o ilə göstərmək istəyir ki, bu ərazidə olan varlıq buranın varlığı deyil. Afrikadan gəlib, şərqdən gəlib, cənubdan gəlib. Yəni buranın deyil. Onu bəlkə də göstərmək istəyir. Musiqinin yolu ilə. Musiqinin yolu ilə. Çox maraqlıdır. Amma bayaqlar dediyim Canavar adam. Canavar Adam 2010-cu il George Johnston'un filmi. Del Toro'nun. Benicio del Toro, Anthony Mən çox Hopkins, sevirəm. Emily Blunt və Hugo Weaving. Təsəvvür elə Filmin rəngi də qəşəngdir burada. filmin rəngləri, filmin teması, filmin effektləri. Benicio del Toro saatlarla grim eləyiblər o üz quruluşunu, burnunu qaldırıblar xımırtdənəyini, üstünə lateks qoyublar, şeylər, qulaqlar, gözlər, linzlər, qılıqlar, bütün tük bədəni, ona Anthony Hopkins'i, o narahat geziş tərzi var, o tabanı qalxır canavara ayağına dönür ayağı. Onu şeylər bir konstruksiya falan qurublar. Film çox gözəl filmdir. Hədsiz gözəl filmdir, estetikası da gözəl, amma ki çıxdığı dövrdə heç kəsə lazım olmadı. Və hal-hazırda hətta onu o qədər də sevən insan yoxdur. Halbuki o filmə bəzi belə şeylər araşdırmağa meylli elədi. Mən Del Toro'yu orada aktyor kimi vuruldum əməli başda. Bir də şeydə oldu da DiCaprio'nun sonuncu kinosunda gördüm. Orada o kino onun üstündə gəlmişdi. Sensei. Az oynayıb, saz oynayıb. Valla. Yəni orada baxırsan, hamı tərifləyir şeyi. DiCaprio. Yox. O birisi. Əsas kişi var o. Lockjaw, General Lockjaw'nu oynayan aktyor. Adı yadımdan çıxdı, əfsuslar olsun ki. Bax, o aktyoru hamı tərifləyir, amma ki, mən orada ancaq Benicio del Toro'nu tərifləyə bilərəm. Göstərir panika içində ex-inqilabçını, DiCaprio'nu. Göstərir belə dəhşət bir apatiyada bir generalı, ortalıqda qalmış bir qızı, başını itirmiş qızı və bütün bu xaosun içində yeganə sakit Dünya aləm vecinə olmaq. Dünya aləm vecinə. Polis hətta onu tutanda oynaya gəlir təslim olmağa. Əla roldur. Amma Benicio del Toro'nun filmlərini sevirsənsə və əgər baxmamısansa, ki baxmamısan, mən əminəm, sən dünyanın ən xoşbəxt insansan, sənin üçün şans var ki, onu birinci dəfə baxasan. Sicario. Denis Villeneuve'ın şah əsərlərindən biri. Sicario filminə mütləq bax. Sicario filmində Benicio del Toro'nun obrazı Alejandro elə obrazdır ki, yəni təsəvvür elə FBI agentinə Emily Blunt'ın ifasında yaxınlaşır. Thanos oynayan aktyor Josh Brolin. Josh Brolin'in obrazı yaxınlaşır. CERN agenti. Gəlir deyir ki, bizdə missiya var. Bu missiyanın legitimliliyi üçün, qanuniliyi üçün FBI lazımdır yanımızda. Sən gəlib bizə qoşul. Deyir, yaxşı, deyir, neynəmərəm. Deyir, heç nə, prosta yanımızda olmalısan. Vəssalam. Deyir, yaxşı. Qız gedir, tanış olur Alejandro ilə. Alejandro sakit, sessiz, təmkinli. Oturur, qız o ilə tanış olmaq istəyir. Bu onu yaxın buraxmır. Kino boyu ən az danışan, amma finalında partlayış danışan. Bunlar elə hoqqalardan çıxırlar orada.
Meksika ilə Amerikanın sərhədində. Axırda qız gəlir deyir ki, "Bəs niyə də bunları elədiniz? Qızı yaralayırlar." Bu şey gəlir yaxınlaşan Josh Brolin deyir ki, "Biz deyir bu belə deyək, qadağan olunmuş bəzi məhsulların trafikini kontroldə saxlamaq üçün bəzi qurbanlar veririk və bunu da qanuni yolla eləmək üçün sən yanımızda olmalısan ki, sən tipa gördün hər şey yerindədir." Bunun fonunda da Alejandro Ger öz şəxsi vendettasını eləyir. Vaxtilə bir kartel başçısı bunun yoldaşı ilə qızını öldürür. Bu da gəlir onun acığını almağa. Fantastik bir səhnədir. Denis Villeneuve və Taylor Sheridan'ın ssenarisi əsasında. Benicio gəlir deyir ki, Taylor Sheridan'dan danışır, şeylə də, Denis Villeneuve-la da. Deyir, burada mənim personajıma çox böyük monoloq yazmısınız. Qızla söhbət edir, Kate rolu ilə söhbət edir, özünü açır, tökür. Deyir, bu nə qədər doğrudur. Mənim personajım, deyir, belə təmkinli birisidirsə, qisas almağa gəlibsə, belə adamlar heç vaxt ürəklərini açıb tökmürlər hər gələn gedənə. Gəlin deyir, mən danışmayım. Deyirlər, bomba edir, danışma. Elə super. Orada hətta işgəncə yeri var. İşgəncəni sən görmürsən. Yoxdur o səhnə. Göstərir ki, gəlir sorğu otağına. Josh Brolin öz üçün çəkilib bir qıraqda oturub, ayağında Vietnam kalar. Ya bu tam sərbəstdir. Ya bu hər şey bunun kontrolündədir. Heç kəs bunun ruhunu incidə bilməz. Oturub belə, deyir, Alejandro sənlə məşğul olacaq. Alejandro gəlir bir 19 litrlik bidonla, gəlir qoyur şeyin qabağında, kimlə ki sorğu aparacaq. Qarnını dirir onun düz üzünə. Yəni mən səni hərrəmirəm. Mənim üçün sənin şəxsi sərhədin yoxdur. Birən göstərirlər şeyi, trapı. Qışqır bağır səsləri. Başqa heç nə lazımdır. Sən artıq hər şey başa düşdün. Yəni çox gözəl. İkincisində də Taylor Sheridan ssenaristdir, amma əfsuslar olsun ki, Denis Villeneuve rejissor. İkincisi də gözəldir. Mən şey gəldim ki, bir dənə Cavidana baxaq, nəsə var orada yoxsa yox? Bir dənə mesajımız var idi, sualla bağlı. İndi yeni bir kinoya baxmışam, Fuad adlı izləyicidən. Lakomni Kusok'dur. Çox super filmdir. Baxılır yoxsa yox? Mən elə onu danışacaqdım. Çox sağ olun. Lakomni Kusocik, The Rip. Bax, belə kinodur. 2026-cı il Matt Damon, Ben Affleck, Tayana şeydir. Onlar burada qeyd eləmişdim hamısını. Yəni, sekundu. Bir balaca vaxtımızı alacaq. Üzrsən. Analar. Deyək burada. Rejissoru Joe Carnahan. Komanda A filmini çəkib. Bəlkə baxmısan Liam Neeson'dan. 4 nəfər olurlar. Bradley Cooper filan. Smoking Aces, Kazırni Tuzu. Yenə Ben Affleck'la. Skhvatka, The Grey. Liam Neeson'dan canavarlarla döyüşür. Bax bu rejissor yığıb başına Matt Damon'ı, Ben Affleck'ı, Steven Yeun, Teyana Taylor, o bizim acığımız gələn qız oldu ya, One Battle for Another, oradakı qara dərli. Bax həmin aktrisa. Bunlar bir yerdə. Səhv eləmirəmsə, narkotiklərə qarşı polislərdilər. Bunlardan bir nəfəri vurub öldürər kapitanlarını, qızı. Qisas almaq üçün gəlirlər, tapırlar kartelin evini, girirlər evə. Həm qisas alırlar, həm də aralarındakı satqını öyrənmək kimdir satqın. Bütün bir dənə məhəllə bomboş. Heç kəs yaşamır o evlərdə. Heç kəs. Bircə dənə qız yaşayır bir dənə evdə. Girirlər içəri, baxırlar, eşəliyirlər, pul yox, bir şey yox. Yanlarında da xüsusi bir dənə it, ancaq pulu iynəyə tapır. Tapır pulları, açırlar, boçqalar dolu deyə milyonlarla, 20 milyonluq kuş tapıblar. Bunlara da navodka gəlib ki, azdır orada pul. Matt Damon da komandanın lideridir. Gəlib, deməli, birinə deyir 300 min, birinə deyir 150 min, birinə deyir 75 min, birinə deyir nə qədər? Ki, yoxlasın, axırda kim açılacaq? Aralarındakı satqın qiyməti deyir. Bunlar deyirlər ki, sən hardan bildin ki, o qədərdir? Axı o qədər deyirdi. Kinoda action da qəşəng, azdır, amma çox qəşəngdir. Yəni, çoxdan da belə bir film çəkilmirdi. Matt Damon'la Ben Affleck'in dueti. Nə o? Onlar illərin dostudular, illərin dostu. Umnitsa Will Hunting'dan Good Will Hunting. Oradan bu günə kimi mən təsəvvürlə
Bir həftədə onların podkastlarına baxıram. Hara gələ intervyuları, podkastları həzz alıram. İkisi də dəhşətlər. Başqa nə var? Başqa da yenicə yazıblar. Irishman haqqında danışmısınız? Irishman haqqında var videomuz, orada diqqətlə baxsaz görərsiniz. Robert De Niro ilə Al Pacino, Joe Pesci. Scorsese-nin o qədər də uğurlu olmayan filmləri siyahısındadır. Mənim üçün hə. Mən hətta deyərdim uğursuz filmlər. 3 saatı sən orada hədər etirirsən. Amma bir iki dənə maraqlı səhnəsi var. Bir iki dənə maraqlı səhnəyə görə 3 saatlıq da film çəkməzlər axı. Sadəcə dostlarını yığıb dincəlib də kino çəkiblər də. Hə. Yəni ən yaxşısı biz davam eləyək. İndi var, yəni nəsə 2012 filmi haqqında fikriniz 2012 fəlakət. Dünya sonu. Oo, Cəmal şamlar alırdı, evdə saxlayırdı. 2012-2009-da çəkiblər deyəsən. 2012-ni deyəsən ola bilər. Amma necə deyim sənə, bir ara söhbət çıxdı ki, bu 21 dekabr məsələsi var idi. Hamı təşvişə düşdü, amma səhər 22-si atdılar gözdən ki, salamatdıq. Amma sənə bir şey deyim ki, film yolu ilə bir də bir iki dənə o da belə müəyyən şeylər, fərziyyələr var idi də. Filmin çox qəşəng reklamı getdi. Çox qəşəng reklam getdi və həmin tarixin də reklam getdi. Bazarda, marketdə bir şey qalmamışdı. Hamı tuşanka konserv olurdu. Mayalılar kalendarı tamamlamayıb. Bəlkə yatıb qalıb yazıq tamamlamayıb. Bəlkə işi çıxıb gedib. Amma kinoda qrafika zəif idi. Açıq. Qrafika tez bazar ediblər. Mən bilən eyni rejissor çəkib. John Cusack oynayırdı da deyəsən. Hə, mən bilən eyni rejissor çəkib. 2012-də şeydə, Brüsü günüdə. Послезавтра, hə. Brüsü gün filmindəki qrafikaya bax, ondan əvvəl çəkilib. Şeyə bax. 2012-yə. 2012 mənə elə gəlir ki, deyiblər ki, tez dur çək bunu, 21-nə qədər çatdıraq bunu. Hər şey ola bilər, hər şey ola bilər. Seven Prisoner tipli başqa nə film var? Seven nə? Seven Prisoner. Seven Prisoner. Seven virgül Prisoner. Zodiac. Zodiac filminə baxın. Game, iqra. O, Michael Douglas. Michael Douglas'ın ən gözəl filmlərindən biri David Fincher'la bir yerdə. Dəhşət. Gone Girl həmçinin David Fincher'ın ən gözəl filmlərindən biridir. Game filminə mən məktəbli yaşında baxdım. Təsəvvürlə beyindəki partlayışı. Qorxulu və təsirlidir. Michael Douglas sənətkardır. Sadəcə olaraq biraz narsistliyi var onun. Yəni bilsən necə özünü Dahi. şeysə, hə. Bu misal üçün prodüseri olduğu bəzi filmlərə elə qarışır ki, elə bil ki, yəni bu rejissor heç bir haqqı filan yoxdur. Misal üçün Prizrek İtima filmi var idi. O, Kabus və Qaranlıq. 1996-cı ilin filmidir. Val Kilmer. o şir o oynadığına bağlı. 2 dənə adam yeyən şir 1898-ci ildə Tsavo bölməsində insanları yeyir, parçalayır. Adam yeyən şirlərdir. Bunlar gəlirlər ova, öldürürlər şirləri. Arada şey də ölür. Douglas'ın obrazı da ölür. Burada məsələ nədir? Film özü onsuz da çətinliyinə ərsəyə gəldi. Douglas da gəldi, senariyə qarışdı ki, mənim obrazımı genişləndirin. Remington obrazını. İlkin senari üzrə Remington şeydi, xəyali bir personaj idi. Yəni mifik bir obraz kimi gəldi, Val Kilmer'ın obrazına məsləhətlər verdi, yoxa çıxırdı, bu da gördü ova. Bu gəldi, qatdı, qarışdırdı, amma bununla belə film daha az sevilmədi. Mənim daha çox xoşuma gəlir belə deyim. Misal üçün o qədər özünə şeydi ki, vurğundur ki, bir dəfə tutturduğu janrla, erotik thriller janrı ilə, təsəvvür elə təməl instinkt, dalıcan getdi, nə qədər erotik thrillerlər çəkildi. Fatal Attraction, Perfect Murderer, sonra bir də var idi Demi Moore'la. Yəni bir-birinin dalıcan. Amma onun prodüser keyfiyyətini danmaq olmaz. 50 il bundan qabaq çəkdiyi Quşu yuvası üzərinə uçuşu klassika. Ona görə də Oscar alıb. Jack Nicholson. Jack Nicholson, Danny DeVito. Əslində orada əsərlə şey arasında fərq də var. Əsər Kino. şef haqqındadır. Şey var, Hindu. Bu Randall McMurphy haqqındadır film. Randall McMurphy kimi insanı motivasiya edən ikinci bir personaj yoxdur bəlkə də. Yəni bilsən, bilir dəlixanadadır, bilir ki, qaça bilməyəcək. Götürür şeyi rakvinin yerindən qırmaq istəyir. Görür ki, baxırlar buna dəli kimi. Durur, çəkilir, deyir. Mən heç olmasa cəhd elədim. Siz heç onu da eləmədiniz. Daha yəni filmdir. Daha yəni, gəlir ona səs verməklə çıxallıq edir həkim. Deyir ki, futbola zada baxmayacaq üstə. Dəliyə dönür, baxır, ekranda öz əksini görür. Deyəndi göstərəm sənə. Başlayır özündən şeymə. Falan kes topu tutdu, pas atdı o birisini, həmən. Bütün dəlilər yığışır bunun ətrafına. Sevinirlər ki, futbol gedir.
Sənə deyim ki, o dilini rakonu sındırmazdı məsələn. Shawshank-dan qaçış yadıma düşdü. Orada da o aradan çıxmaq istəyir axı da. İldırımı gözləyir, vurur turbanı sındırır eləyir. Çox gözəl səhnədir O orada. ümumiyyətlə çox gözəl filmdir o. Tim Robbins idi səhv Tim etmirəmsə. Robbins, Morgan Freeman. Əslində əsər üzrə Morgan Freemanın yerinə Paul Newman oynamalı idi. Niyə? Əsər üzrə Red zənci deyildi. Ağdərili birisi idi, göy-göz sarı saç. Təmiz Paul Newman. Bilmirəm niyə Paul Newman atqaz elədi. İndi bəyəqləri Netflix kimi qara dərliyini çəkiblər. amma tutub. Tutub. Amma sənə deyim Paul Newman-ın bir film var idi, onun haqqında o vaxt danışmaq istirdik, deyəsən çatdırmadıq. Hansı? Broccoli Put, Paul Newman, Tom Hanks, Daniel Craig, Stanley Tucci, Jude Law. Çempionlar Liqası. Əməlli. Amma deyim ki, bəlkə də izləməmisiniz. Çünki çox yayılan film deyildi də, amma bir ara çürüdənə qədər çox verirdi televiziya. möhtəşəm Televiziya çox filmdir. verirdi. Çox gözəl film. Çəkilişi var. Əsas da mən sonluğuna vuruluram. O şüşədən baxır, dənizin bax- sahilində. O heç, hə, final, Top, final. Top şey. Əvvəli ilə finalı eynidir. Eyni səhnədir. Mənə şey ləzzət edir. Bu Sullivan gəlir, bütün bandanın axırına çıxır Thompsonla. Kişiyə dəymir. Yaxınlaşır göz-gözə. O momentdə o bitirir onu. Əla kinodur. Çox. Bax, qangsterlər haqqında ən gözəl kinoları Scorsese ilə yanaşı daha kim çəkir? Kim? Takeshi Kitano. O izləyəcəyimiz gözləyirdilər. Bəs nə? Takeshi Kitano kimi yakuzalar haqqında maraqlı film çəkən yoxdur. Səbəbi bu yaxınlarda məlum olub ki, yəni bu yaxınlarda dedim müsəlman bu yaxını. Şeydir. Bunun atası özü yakuzadan biri olub. Amma Takeshi bunu həmişə danır. Bir yandan yəni danmağının bioqrafiyasına baxanda başa düşmək olar. Çünki özü misal üçün də avaranın biri olub, belə deyək, məktəb vaxtı. Neçə məktəbdən qovublar onu. Dərs də oxumurdu, xuliqanlıq edirdi, davakar idi filan. Yarım savad birisidir. Qoyub, gəlib televiziyada şeyə qoşulub. Yaponiyada belə bir şey var. Duet birləşir, 2 nəfər. Məsəl üçün bizim kimi. Başlayır, biri misal üçün axmaq olur, biri bic olur. Bunlar başlayır belə skeçlər eləməyə televiziyada. Dostu ilə bir yerdə öz adlarının qarşısına bit qoyurlar. Bit Takeshi, bit Flankes. Bunların bu tandemi pozulur, amma bu biti saxlayır özündə də kliçka kimi. Office Kitano yaradır, başlayır orada şedevr filmlər çəkməyə. Məsəl üçün ən gözəlləri Dolls, kuklalar. Yakuza'nın qardaşı Brother, sonra Feuerwerk, Hanabi. Zatoichi. Bu yaxınlarda çıxan trilogiyası var. Bespredel, Polni Bespredel, Последний Bespredel. Yəni hər kinoda əvvəlkindən daha da aşağı. Amma bununla belə Takeshi Kitano'nun personajları çox gözəldir. O bizə nə oxşayır bir növ. O qədər danışmışıq ki, haqqında adı yadımdan çıxdı. John Woo. Yox, çaşıb Sergio Ramos deyəcəydim. Sergio Leone. Sergio Leone'nin o adsız qəhrəmanı var, Clint Eastwood. Misal üçün Toplagan Dollar trilogiyasını nə qədər danışıb orada? Az. Dollar trilogiyası kimi trilogiya bax, misal üçün yaxşı, pis və çirkin. Əsəbi. Qoy olsun əsəbi. Bəziləri bəndə onu qınaq tutdular, olsun əsəbi. Xaroş plakhoz loy. Orada 2 dənə səhnə var. Mənə ləzzət edir o səhnələr. Даже 3. Biri blondinçik oturub şeydə ordu gəlir keçir, konvoy. Bu oturub elə bil oteldə 2-ci mərtəbədə tapancasını doldurur eləyir. Mənə puskuya gəlirlər öldürməyə. Случайно biri bilən tık nəsə elədi belə. Sən belə başa düşdük gəliblər. Yavaş-yavaş doldurdu tapancasını. Gələn kimi bum 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 bum. Səssizcə, yəni panikasız yerindən tərpənmədən. İkincisi Tuko ilə əlaqəli. Dəli. Uzun yol gəlir, gəlir silah dükanına çatır. Kişi görür bunu satıcı. Belə qoca bir dənə kişi belə bığılıb açkili. Öldürməyin məni, öldürməyin deyə qəbrə keçəri. Nə silahım var? Çıxardır göstərir hamısını deyir. Yəni, revolverlər. Revolver əslində o dövrdə revolver idi, şey yox idi. Belə yarı avtomatik tapancalar yox idi. Qoy qabağıma hamısını. Çıxardır birindən barabanı, birindən lüləni, birindən tətiyi.
Onu taxır, bunu çıxardır, bunu taxır, bunu çıxardır, yoxlayır belə. Deyir, gedək yoxlayaq. Vurur nişangahda 3 dənə nişanla, üçünü də vurur. İkisi əyilir, biri qalır. Sonra satıcı belə gülür ki, alınmadı da. Belə bir damcı içir elə. Atları tap, düşür elə. Super səhnədir. Bir də finalı. Finalı dərsliyi kimi keçirməli deyə insanlara 5 dəqiqənin içində səssiz, necə gözəl kompozisiya qurmaq olar. Belə bir dairədir. Elə bir burada yanıb yaxşı, burada yanıb pis, burada yanıb əsəbi. Üçü də bir-birinə baxırlar. Əsəbi mandrajda da bilmir nə olacaq. Pis baxır, başa düşmür. Baxır ki, yaxşı belə soğuqqanlı yanıb, daş kimidir, tərpənmir ümumiyyətlə, gözlərini zilliyib ancaq pisə. Pis ona baxır, buna baxır. Kamera gözləri göstərir, kaburaları göstərir, uzaqdan göstərir, o pişi. Mahnı gedə-gedə, rakurslar tez-tez dəyişir, dang! Gəlir yaxşı deyir ki, mən sənə deyir, dəliyə deyir ki, sənin tapançanın güllələrini boşaltmışdım. Deyir, var adamlar ki, deyir, güllə atır, var adamlar ki, yer qazıyır. Gələ deyir, bastır gən onu. Lapatkanı verir ona, getdir, bastır. Var idi, bu Takeshi Kitanın hansı kinosunda idi? Sonda ballada səslənir, məşhur. Ballada, Brat Yakudze. O, onun Amerikadakı özünə görə ən uğursuz təcrübəsi idi. Halbuki ən gözəl filmidir Takeshi Kitanın, yəni mənə görə. Mən Zatoichi'yə biraz baxdım, onun estetikası çox gözəldir. Amma samuray teması onluq deyil. Yakudze, baxdım, yəni təsəvvür elə, filmdə neyi göstərir? Uğursuz uşaqları göstərir. Yəni, bilsən, uşaq kimidirlər bunlar. Orada baxın, bunlar bir balaca belə deyil, əlləri ətə çatanda, ofisləri binanın başında, oyunlar oynayırlar, basketbol oynayırlar, zarafatlaşırlar elə. Bunlar o içlərindəki uşağı hələ eləmirlər, yaşamırlar uşaqlıqlarını. Rahatlaşırlar elə, birdən-birə İtalyan mafiyası gəlir çıxır. Hər şey dağılır. Yəni, nə Yaponiya da özünü doğrulda bilir, nə Amerikaya qaçanda orada özünü doğrulda bilir. Mənim orada şeyin də obrazından çox xoşum gəlir. Balaca obrazdır. Ryo Ishibashi. Ryo Ishibashi sən şeydən tanıya bilərsən. Spinak Spini. Yadında da o Papa kasetini almışdı. Michael Rooker falan. Yani o kino bəzən kasetlərdə adını səhvən yazırlar. Amerikanski Yakudze 2. Niyə? Çünki yenə də Amerikanski Yakudze 1-də də Ryo Ishibashi oynayıb. Orada da Viggo Mortensen'dan. Çox gözəl filmdir, məsləhət görürəm. Nəsə var? Davam. Çox var. Wow. Deməli, elə bir aktyor adı çəkə bilərsiniz, lazımı dəyəri görməyib bölgədə də o. O qədər var ki, elə. O dəfə Nicolas Cage demişsin deyəsən yoxsa yox? Nicolas Cage özünü bastırdı da. Özünü bastırdı Nicolas Cage, amma dəyəri bilinməyənlərdən hansını deyə bilərəm Allah. O qədərdirlər ki, adam bilmir. Yəni vaxtında tutuzdurub sonradan itibat olub. Fikirləşmək lazımdır biraz. Biraz fikirləşmək lazımdır. Başqa nə var? Ofitser və şpion baxmısınız? Fransuski kino. Oynayır, artistdəki aktyor. Bəlkə tanıyarsan. Adını bilmirsən. Qəşəng kinodur da. Çox qəşəng kinodur. O da dövrünün göstərirdi. Birinci Dünya müharibəsi dövründə səhv eləmirəmsə. Amma köhnə kino deyil də, hə? Yox, kino köhnədir. Kino köhnədir. Amma estetikası köhnədir. Birinci Dünya müharibəsi dövrü. Sonra, Shutter Island. Shutter Island'dan mən danışıram, TikTok buraxmır. Danışıram, TikTok buraxmır. DiCaprio olandı. Martin Scorsese'nin Dəlixana haqqında ən gözəl kinosu. Roman əsasında. Mən o romanını oxudum. Paçdi birə-bir. Birə-bir. Bəzi o dəfə dediyim kimi, o dəfəki buraxılışlar, redaktura söhbətləri. Amma əsər, kino, DiCaprio'nun performansı, Mark Ruffalo'nun oyunu, sonra musiqi, atmosfera çox gözəldir. Yəni filmdə sən baxırsan, baxdıqca hər dəfə yeni bir şeylər kəşf edirsən. Bu insanın necə şizofrenik olduğunu hər detalda başsan başa düşməyə. Orada moment var, göstərir ki, arvad deyir mənə bir dənə su verin içməyə. Yalandan belə eləyir. Dınq, stəkanı qoyur. Amma əlində heç nə yox idi.
Bu beynində onu şey eləyir, out eləyir ki, su yoxdur. Sudan qorxur. Çünki suda övladlarını arvadı batırıb. Evlərini yandırıb. Alovla suyun beyni bloklayır. Hər gecə də yuxusuna yanan evdə islanmış arvadı gəlir. Amma sənə bir şey deyim, bu tema da mənim ən çox sevdiyim film bir hansıdır. Düzdür, belə bir dinamikası yoxdur, sakitdir. Pробуждение. Onu danışmışdıq səninlə. Çox. Pробуждение çox sakit kinodur. De Niro, Robin Robin Williams. Williams. Robin Oradakı Williams. musiqi, qızla oynayır, çağırır Rəqs şeyin, eləyir. dəlixananın bufetində söhbət edirlər orada. Çox təsirli kinodur. De Niro çox qəşəng oynayır orada. Elədir. Ümumiyyətlə De Niro'nun yəni zəif oynadığı kino bilmirəm var yoxsa yoxdur. De Niro'nun dəyəri az olan filmi ola bilər, amma özü həmişə 100% oyunun içindədir. Başqa nələr var? Черное и синее. Deyəsən bildim mən o kino, o satqın polislər haqqında. Az-maz baxmışam, ürəyimcə olmayıb. Çox konkret. Best of the best filmi. Lучших. Van Damme-ın kinosu. Deyəsən Van Damme-ın kinosudur. Ona hələ baxmamışam, amma inşallah baxıb danışacağam. Əgər Van Damme-ın kinosusa yaz. Van Damme-ın kinosuna mən şeyə baxmışam, Bloodsport. Kravavi sport. Orada oynadığı Frank Dux obrazı. Əsl həyatda doğrudan elə birisi var. Finalda orada göstərir ki, bunun sürəti nə qədərdir, nə qədər güclüdür, mənnəm nə. Bəziləri şübhə altına alır o faktları və deyirlər ki, ola bilməz ki, Frank Dux cavanlıq vaxtı yeraltı döyüşlərdə iştirak edib. Yəni qadağan olunmuş qanunsuz döyüşlərdə filan. Özü çıxır intervyu verir ki, yox, yəni hər şey kinoda necə göstərilibsə, mənə məsləhət eliblər, mən özüm döyüş fəndlərini öyrətmişəm. Van Damme Chong Li ilə döyüşü super. Orada yəqin görmüsən Bolo. Boloya baxırsan şkafdır da qardaş da. Bax Bolo ilə Van Damme ikisi də indiyənə kimi özlərinin bədənlərini qoruyub saxlayır. Düzdür, yaş öz sözünü deyir, zaman özününkini götürür, amma yenə də baxırsan Bolo o vaxtı 80 neçənci ilin kinosudur qardaş. Əzəllərini elə oynadır ki, belə sinə əzəllərini belə oynadır. Rejissor baxdı dedi ki, onu deyir eləginən. Deyir şey kimi, elə fatalitydən sonra da elə vurduğunu deyir rəqibi. Bir dənə eləginən deyir, döş əzəllərini oynasın. Eləyir orada. Sənin ki, bu döyüş məsələlərində mənim şeydən xoşum gəlir. Stallone-ın Gold Leşinin kinosu var ya. Over the top. Çox gözəl. Çox qəşəng yerdə fırlatdın söhbəti. Yox, Yox, mən istiqaməti deyirəm. Over the top çox gözəl bir arm wrestling filmidir. Mən ona hələ heç instituta girməmişdim. Məktəbin axırıncı illərində idim. Papa o vaxt göstərdi. Dedi, "Baba belə bir dənə kino var, bax." Çox gözəl filmdir. Yəni göstərir ki, nə çətinliklərlə gəlir, keçir, şey eləyir oğlu üçün. Oğlu əvvəlcə bunu, yox, sonra qəbullayır. Bir yerdə başlayırlar, nə qədər yol getmir. Dalinaboyşik orada tır sürücüsü. Çox qəşəng filmdir. Bax, misal üçün o dövr filmlərindən Skalalaz, Tyryaga. Skalalaz real hadisələrin motivində çəkilib. Sən mənə nə vaxtsa kalan pulla dolu bir samolyot gəlib çırpılıb dağa. 2-3 nəfər alpinist gəliblər dırmaşıb da elə belə özləri üçün dağa. Görürlər samolyot parçaları, ortalıqda da paçka pullar. Yığıblar pulları, xəbər veriblər ki, bəs dağda belə bir şey tapmışıqsa, bu xəbər əsasında ssenarini yazıblar, Skalalazın ssenarisini. Çağırıblar ki, bəs Stallone ilə çəkil. Gəliblər doğrucu dağlarda zətdə çəkiliş eliblər. Rejissoru da səhv eləmirəmsə Skalalazın rejissoru şeydir. Die Hard 2-nin rejissoru. Gəlib deyir ki, Stallone gəlib ki, davayda bəs dağlarda çəkiliş. Başın xarab deyirsən. Dinlə, deməmli hündürlük qorxum var. Nə dağlarda çəkiliş? Rambo-da da var idi o söhbət. Rambo 3-də beləncə şey. Yerdən gedir. Yerdən belə imeyliyə Sonra geri kamera götürür. görürsən. Neyinə sünür Yerdə da? gəzir. Amma Türyagada misal üçün primadonnalığını yığışdırmışdı. Getmişdilər misal üçün onun kinonu çəkmək istirdi. Tango və Cash'lə hansısa bir filmin arasında boşluğu var idi. Dedi ki, boş dayanmayım, kino çəkim. Bu şimdi şey eləyib danışıb ki, bu kinonu çəkmək istəyirəm. Gəliblər türmə dolaşıblar, bu ilə prodüser, rejissor. Çəkiliş heyəti heyran qalıb ki, bu deyib Əli Yalın girib orada zirzibili eşəliyib, şeyləyib baxıb buradan borular zatlar necə keçir, falan şey niyə belə çirklidir, mənnəm nədir. Neçə dənə yerlə danışıblar, eliblər, kinonu çəkiblər. Kinoda özdə həqiqi məhbuslar çəkiliblər. Yəni orada masovka var ha. Orada həqiqi məhbuslar çəkilib. Onun düşmənlərindən ən böyüyünü şey oynayırdı Donald Sutherland, məşhur aktyor. Bir də
adı dəqiq yadımdadır. Şeydə Hişnik Davai deyə Hindu kimi birisi var. Deyir ki, mən döyüşəcəm şeylə, Hişniklə. Yaxasını cırır və şeylə, bıçaqla. Bıçaqla. Axırda da onu fatalite eləyirlər. Kombo. Kombo. Bir film var, bizim ən çox sevdiyimiz filmdir dövrünün. Əsas da ona istəyirdik ki, müəyyən bir vaxt ayıraq. Bronx əhvalatı. Buyur. Bronx əhvalatı səhv eləmirəmsə 94-95 bu illərin filmidir və Ches Palminteri'nin piyesi əsasında ekranlaşdırılıb. Amma necə? Bu adam piyesi yazıb və deyəsən öz başına gələn əhvalatlardan yazıb. 9-11 yaş arasında bunun başına belə bir şey gəlir və çox adam buna sifariş verib. Televiziya formasında, çəkmək, film kimi falan. Heç kimlə razılaşmayıb. Söhbət burada maddiyatdan da gedmir. Hamısında istəyirdi ki, o baş qəhrəmanı mafiyada özü oynasın. Heç bir rejissor da buna razılıq vermirdi. Və bunlar bir dəfə piyes oynanılanda Robert De Niro gedir tamaşaya baxır. Tamaşaya baxır və çox bəyənir tamaşanı. Gəlir kulisə, Ches Palminteri ilə görüşür. Deyir, mən bunu istəyirəm çəkim. Və De Niro'nun ilk prodüser və rejissor işidir. Deyir ki, yox, mən vermirəm, çox adam gəlib mənim yanıma, mən razılaşmıram da, müəllif hüquqları özünün daxı. Deyir ki, mən səni o rola çəkmək istəyirəm. Deyir, doğrudan, deyir, hə. Deyər, mən o rola çəkmək istəyirsə, əsər sənindir. Götür, amma bir şərtlə ki, ssenarini özüm yazacağım. Razılaşılır. Ssenarini otla bir yerdə düzəldilərlər. Yəni, ssenardə Ches Palminterinin əl işi var. Əsər də onsa onun qələmindən çıxıb, öz başına gələn əhvalatlardandır. Kinoda ki, sadəcə şedevr. Kinoda orada Joe Pesci də orada oynayır. Çox gözəl nüanslar, kakraz Joe Pesci'nin dedin, oradan dal-dal gələrəm. Yadında da orada kinoda Joe Pesci harda əvvəlcə görsən, sonra axırda gəlir. Dava düşür orada, sonra polislər ona görə gəlir. Gəlir, oğlan ucu böyüyəndə Sanyin qəbrinin yanında deyir ki, parkovkaya görə olmuşdu söhbət. Deyir, yox. Yəni, bilsən necə, deyirlər, böyüyəndə başa düşərsən. Onların arasındakı münaqişə idi. Şeydir ki, parkovka üstündə olub. Amma elə deyil. Plus orada Sani onu öz mənəvi övladı kimi elə yetişdirirdi ki, atası istəmirdi. Yəni, bilsən, rəqib çıxır ona. Və oğluna elə şey yeridir ki, ata kimi artıq onu sadəcə elə bir qəbul edirdi də. Ata onun övladına öyrətdiklərini əksini şeydir ki, yəni deyir ki, Sani səndən deyir, çox qazanır. Deyir, Sani düz deyir, deyir, işçilər deyir, axmaq adamdılar, məndən nə, deyir, Sani deyir, səhv deyir, kiminsə başına deyir, tüfəngi diriyib tapancanı basmaq, tətiyi basmaq, heç nədir. Amma deyir, bacarırsa hər gün getsin, deyir, səhərdən axşamaca eyni yerdə işləsin, beli qırılanacan işləsin, pulunu qazansın, deyir, işçilər ən əla adamlardır. Bu ona baş salmaq istəyir, uşaq başa düşmür. Halbuki Sani də təxminən eyni şeydir. Fikir versən, onun bütün mafioz işlərdən uzaq saxlayır. Nə qədər amma ağıllı şeylər öyrədir ona. Məsəl üçün Machiavelli'dən. Sevilmək vacibdir, yoxsa qorxulmaq. Muhteşem Yüzyılda da var o. Ona qədər burada. Sonra yeri var idi. Ən sevdiyim seansadır. Palminterinin oğlan maşında söhbət edir. Qızla görüşəndə necə birinci o qapını açsa, sən əyilsən, sən açsan. Deyir, dostlarım deyir ki, bəs filan şey eləməlidir, qız nə eləməlidir. Deyir, sənin dostların gicdi, axmaqdır, onlara qulaq asma. Mən sənə deyirəm, nə eləmək lazımdır. Qızı birinci oturdu. Deyir, sürücü oturacağın yanındakı yerə. Keç deyir, arxadan gözdə. Bax gör, sənin üçün qapını açır ya yox. Sənin üçün qapını açırsa, bu qız o qızdır. Açmayacaqsa, başını burax. Yəni, o şey eləmir ki, ağdərlidir, qaradərlidir. Bu qərdik. Amma o söhbət açılır orada. Qısıla qərdik ki, qız deyir, qaradərlidir, nə olsun? Deyirsən, o istəyirsən, hə? Amma məhəllələrində qırğın düşür. O heç də o görə də, bunun başdan xarab dostları basıb döyürlər oğlana ona görə. Amma, yenə deyirəm, bax, kino görə nə qədər şey öyrədir orada. Uşaq, boyda boyla, stukaçlıq eləmir. Gedir, polis düzür hamısını. Bax, bıdı. Gəlir düz gözünün içinəcən baxır səni. Deyir, budur. Onu tutur. Deyir ki, nə əcəb demədin də, götürüb pul zad verir ona. Deyir ki, bəs nəyin üstündə deyir, böyüyəndə başa düşərsən. Yəni, bax, belə şeylər öyrətmək lazımdır uşaqlara. Al Pacino'nun Zapkı Jenşini filmində, yadıva sal. O, uşağın üstündə məhkəmə gerir institutun içində. Gəlirlər, tekliyirlər, o birisi atasının çamadanın dalına gizlənir ki, bir çamadan pulu var, eləyəcək, ört bastır eləyəcək. O birisi gəlib deyir ki,
gəlib deyirlər ki, siz deyir, yalancısız mənəm nəsiz zat? Al Pacino deyir, zato deyir, stukaç deyir. Siz deyir, kimi yetişdirirsiniz burada? Bu nədir? Təmiz söhbət də, yəni indiki dövrün özündə də bir dənə video görmüşdüm. Bir dənə diplomat deyir ki, xarici bir məktəbdə uşağı oxuyur. Deyir, orada uşaqlara öyrədirlər stukaçlıq eləməyi. Ki, deyir, satqinən deyir dostu. Valideyn gəlib deyir ki, bu deyir, normaldır. Deyir, bəs sizcə 10 minlərlə uşağın bir ərazidə yığışdığı bir binanı mən deyir, necə idarə edə bilərəm? Mənim deyir, xəbərim olmalıdır da. Onu da qınamıram. Amma bu da düzgündür. Bu düzgün institutdur uşaqlara öyrədilən. Bir-birinə satmaq olmaz. Həm də sənə deyim ki, Bronx əhvalatı filmi Azərbaycanca dublyajı da çox qəşəngdir. Bir dəfə birimizdən göstərmişdim sənə, baxmışdın. Çox gözəl səsləndirmədir. Səsləndirmə, hə, elə belə necə deyirlər, professional səsləri idi ki, səhvimizə Xəzər televiziyasının dublyajı idi. Nadir filmlərdəndir ki də belə həm tutsun film özü, həm də dublyajı da belə təsirli olsun adama. Elədir. Maraqlıdır. De Niro'nun bir dənə maraqlı filmini deyim sənə. Bəlkə də baxmamısan. Frankenstein. Yox. Bax, bu yaxınlarda çıxan Frankenstein filmi var. Ona qarşılıq 93-cü ilin filmi. Kenneth Branagh çəkib. Kenneth Branaghın filmoqrafiyasına gir bir rejissor kimi. Bir çoxları onu Harry Potter'dan Gilderoy Lockhart kimi tanıya bilər, nə bilim, Nolan'ın Tenet'ində Sator kimi tanıya bilər, amma bu insanın aktyorluqdan başqa rejissorluğu var və yenə də özünə elə vurğundur ki, özündə çəkir mütləq. Harda alınırsa. Alınmayanda belə filmi elə çəkir, elə bil Shakespeare-i qəbirdən durğuzub oturtdurub ora. Hərfi hərfinə o autentiklik, o atmosfer, o danışıq tərzi, o oturuş, duruş, maniera, baxış, hər şey. Yəni çox perfeksionist yanaşır. Hamlet'i çəkib, sonra Toru çəkib, birinci Tor. Sən birinci Tora bax, elə bil, nə bilim, orada Shakespeare-in tragediyası gedir, elə bil. Yəni, o qədər gözəl bir danışıq tərzi var orada. Mütləq bax. Cavidan, nəsə var tezə? Sablazın filmi 28 Days Later. 20 days. Sablazın şey deyir. 28 days. Sablazın bəyəkdirimi demimur. Yox, Sablazın şeydir. Banderasla Jolie. O kino. O var. Kravatda. Danışan var. Siz nə danışırsınız? Babat səhnələri var. Hə? Mən də O baxmışam. arada danışan var. O birisi nə idi? 25 ilə 28 gün o yana bu yana. Aa, Zombi apokalipsis filmidir. Danny Boyle'ın filmidir. Danny Boyle deməli birincisində orada bir dənə səhnə var. Bəlkə onu sən tez-tez görmüsən şeydə Instagramda, TikTokda filan. Deməli Cillian Murphy-ni çəkmək üçün tək başına Londonda. London bomboş olmalıdır. Deməli danışıblar icra hakimiyyətinə zəmin yolları bağlanmalı. Mostuz adı hər yeri zirzibillə doldurublar, eləyiblər. Ki nə var, burada tək tənha dolaşmalıdır. Mostda, küçədə filan. Onları çəkmək lazım. 1 milyon pul xərcləyiblər bu yolu bağlamağa. Nə qədər pul xərclənib onlara. Yəni təsəvvür elə. Çox maraqlı filmdir. Şey də orada oynayır. Gleeson, Brendan Gleeson. Çox qəşəng aktyor, İrlandiya aktyorudur. Şeydə çəkilir, Banshee Inisherin, sonra Harry Potter'da o bir gözü top kimi var ya, belə fırlanır o aktyor. Çox qəşəng kinodur. İkincisinə, üçüncüsünə baxmamışam. Baxacağam inşallah. Hələ təzə serial da çəkilir. Ralph Fiennes oynayacaq orada. Ralph Fiennes'in ən qəşəng rolü Grand Hotel Budapest. Sən ən sevdiyin? Ən sevdiyim Wes Anderson'ın ən gözəl filmlərindən biri. Çox gözəl. Yəni, orada bizə nədir? Nostalgiya xəstəliyidir. Yəni göstərir ki, Avropanın itmiş gedmiş o parıltısının qırıntısı qalıb bu adamda və o istəmir onu itirmək. Ətrafda da nələr baş verir. Ətrafda nə bilim dövlət çökür, faşistlər gəlir, aləm deyir bir-birinə, oteldə orada oğurluqlar baş verir, nəsə olur, sonra otel tamamilə çökür. Amma bu adam hələ də o itmiş gedmiş centilmenliyi, yəni bir növ Charlie Chaplin kimi. Charlie Chaplin'ə baxsan, misal üçün dilənçinin biridir də, küçədə yaşayır, bomuşdur. Amma başında şlyapa, əlində çubuq, giyimi keçməyəndə həmişə kostyumda. Başına minden haqqa qəribə, amma o əsaləti, o centilmenliyi, aristokratiyanı qoruyur, saxlayır. Yəni,
məsələ odur. O nostalgiya. Nostalgiya ilə əlaqəli ən gözəl rejissor da sənin sevdiyin rejissordur. O barədə sən danış. Hansı? Woody Allen. Oo, güzel. Puli nad Broadway'im. Ay sağ ol, ay sağ ol. Mənim ən sevdiyim filmdir. Deyəsən 94-cü ilin filmidir o da. Hə. Orada da Chess Parmentier oynayır. Sevdiyim aktyorlardan biridir. Çox maraqlı bir mövzusu var. İndiki dövrlə də səsləşir. John Cusack oynayır. Hamımızın tanıdığı və sevdiyi John Cusack. Cavan Laçın vaxtlarıdır. Burada nədir? Deməli bu adam dramaturqdur, piyes yazır və bunu teatrda səhnələşdirmək istəyir. Səhnələşdirmək istəyir, amma həmişə kimi bir investor tapa bilmir, pul buraxsın ki, bu işini görsün, sevdiyi işlə məşğul olsun. Ora zəng gedir, alınmır, nə biri deyir, mən teatrda tamaşaya pul buraxmam, mən səni tanımıram, hərisi bir dənə şey deyir. Axır handan bir dənə adam tapır. O da belə mafiozi kimi bir şeydir də belə. Gedir yanına, danışır, deyir ki, mən sənə nə lazımdırsa şərait yaradaram. Amma bir şərtlə. Amma bir şərtlə. Bunun bir məşuqəsi var. Deyir ki, buna rol vericisin ki, bu da oynasın. Daha deyirsən, baş rollardan biridir. Deyir, nə danışsın, o aktrisa deyil falan. Deyir, özün bilərsən. Bax, məndə pul var. Pul verirəm sənə, amma ki, bu məşuqəmi də getirib çəkirsən. Pul istəmirsənsə tamaşan oynanılsın. Onda pul da yoxdur, bu da yoxdur, o da yoxdur. Məcbur razılaşır. Razılaşır. Truppanı oradan-buradan yığır, yazır. Lirə sevdiyi işi görə bilsin. Amma düzdür, sona qədər ərsəyə gətirə bilir bunu. Amma elə bir əziyyətlə, elə bir məşqlərdə hər gün dava qırğın, ay eləməyəcəm, tamaşa qoymayacam, rejissorluğunu eləməyəcəm, çıxıb getmək istəyir. Qaytarırlar bunu televizyon yerdə. Amma indiki dövrlə bu sex filmləri var. Çox var deyəndə, ay sex filmləri ayıbdır zətdir. Bu sex filmidir də. Teatrın içində olan, mətbəxdə olan söhbətlərdir. Yazığı çərlədirlər orada. Əsl, bax, indiki dövrdə hansı bir teatra get, hansı bir kino sexinə get, pavilyona get, eyni şeylərdir. Pul tapmaq üçün dərdən qabıqdan çıxır kimsə, tapanda da ki, belə bir şeylər Amma başlayır. finala qədər kim ona kömək edir? Kim kömək edir? Chess Parmentier. Parmentier. Çox gözəl filmdir. O nostalji hisslərlə əlaqəli çox gözəl filmləri var. Və o da sənə deyim ki, bu bizim dövrümüzdə də baxdığımız filmlər arasında yox idi. Mən sonradan onu tapdım, kəşf etdim, baxdım. O dövrdə 2000-lərdə, 90-ın axırı, 2000-lərin əvvəlləri televiziyada göstərilməyib bu film. Elədir. Ona görə istəsəz Puli nad Broadway belə gedir də. Broadway üstündə güllələr. Azərbaycanca inanmıram çıxsın, amma rusca Bullets baxa bilərsiniz. on the Broadway, nəsə belə bir şey. Bir dənə qəşəng kinosu var, düzdür, çoxdur kinosu, qəşəng kinoları çoxdur Woody Allen-in. Üçünü deyəcəm. Biri səninlə mənim ortaq sevdiyimiz film Parisdə gecə yarısı. Əsas da əvvəli. Parisdə gecə yarısı filminə mən birinci dəfə baxanda təsəvvür elə oradakı o Gil Pender kimi Owen Wilson. Təsəvvür elə hər gələn yazıcı, hər gələn bir məşhur bir insandan belə idi mi? Körpə uşaq kimi sevinirdim. Gəl Ernest Hemingway, Scott Fitzgerald, özü hamısı da portretinə oxşayır kopya. Yəni bu adam göstərir ki, öz dövründə xoşbəxt deyil. Bu öz dövrünün adamıdır. Gedir düşür Parisə keçən əsrin, elə bir əsr bundan qabağa da 1920-ci illərə. Parisdə bütün beyin fırtınaları orada yaşırdılar. Oxu günə Ernest Hemingway'in Праздник, который всегда с тобой. Mən bilmirəm Azərbaycanca var ya yox. Hüseyn ağa. Bütün xatirələri oradadır. Francis Scott Fitzgerald'la. Ulysses'in yazıcısı var idi, o ilə. Sonra Pablo Picasso ilə necə boksda yarışıb, necə at yarışlarına gedib, necə bütün pullarını uduzub sonra tezdən qazanıb, necə Fitzgerald'ın arvadı bunu dəli eləyib. Yəni hər şey orada var və bu filmdə də var. O başa düşür ki, əgər öz zamanında xoşbəxt ola bilməyəcəksə, bu belə xəstəlik də gedəcək də elə. Çünki tapdığı orada bir dənə qız həmin dövrlə razıdır. Deyim, mənim deyir, xoşuma gəlir. O biri əsrin ortaları. Gedir, düşür ora. Baxır ki, heç maşın zadı icad olmuyor. Vapşə heç nə yoxdur. Deyir, yox, bu deyir, xəstəlik deməli başda. Yox, deyir, belə olmaz. Qayıdır, gəlir, istədiyi qızdan ayrılır. Körpüdə yağışdığı vaxtda görüşür Lea Seydoux ilə. Görüşlər bir yerə gəlir. Oradan başa düşmək olur ki, bunlar xəmirləri bir yoğrulub, belə deyək. İkinci Woody Allen filmi Jigalo maskası altında. Gəlir, bunun bir dənə dostu olur, gül dükanı işlədir. İşləri ya onun zəif geriyə özünün, deyir ki, gəl ortaq bir dənə iş açaq. Mən deyir, sənə tanış arvadlara deyir, məsləhət görüm.
Getdi işi işlə, mənə dedi, pul verərsən də, bəs faiz verərsən. Başın xarabdır sən, deyə elə şey olar. Deyir, inan ki, deyir, istəyənlər var. Deyir, dəlisən, nəsən? Deyir, bax, mənim yəni diş həkimim var. Deyir ki, bax, mən istəyirəm, öz deyir, rəfiqəm də istəyir, məndən nə? Deyir, bax da, yəni, nə deyim mən sən? Gel, aktyor heyəti də superdir. Özü oynayır həmişə kimi. John Turturro, Sharon Stone, Sofia Vergara, Johnny Depp'in ex-arvadı var idi. Neydi adı? Patricia Kaas, Liev Schreiber. Ən əcdə aktyorları yığıb. Kino özü həm gülməlidir, həm də həyati mənası var filmin. Diqqətlə baxsan. Üçüncü də bir də Velikaya Afrodita. Bu Helena Bonham Carter'la evli olur. Uşaqları olmur. Deyirlər, neyini? Gedək uşaq götürək də övladlığa. Götürürlər, bunu birdən-birə başlayır nəsə dürtməyə də içində. Bu uşağın anası kimdir, atası kimdir? Başlayır eşəliyir, axtarır, araşdırır, sən anası onlardandır. Belə deyək. Bunun dostu deyir ki, başını bıraq da, uşaq səninlədir, beşindir. Deyir, mənə maraqlıdır, görüşmək istəyirəm, görüm nədir. Görüşür, başlayır, orada söhbətlər bir uzanır. Maraqlı kinodur. Doğrudan maraqlı kinodur. Başqa nələrsə var, yazılar. Piyanist haqqında danışmışıq. Piyanist yox, Roman Polanski'dən danışmamışıq. Piyanist yox. Piyanist haqqında soruşuram. Oy, Piyanist mənim ən sevimli filmim. Sən o qədər də sevmədiyin bir filmdir. Hə, o qədər də xoşum gəlmir. Roman Roman Polanski'nin başqa filmləri var ki, ondan qat-qat üstündür. Mənə gəlir Roman Polanski'nin ən gözəl filmlərindən biri budur. Elə Kanda da yer tutub. Söhbəti yox. Bir pianoçu haqqındadır. Şpilman, Vladislav Şpilman. Deyəsən Yahudi Polşa qarışığı, Belə deyək, Polşa yəhudisi. Polşa yəhudisi. Şpilman haqqındadır. Bioqrafik filmdir və təsirli səhnələri var. Sənə deyim ki, düzdür, çox vaxt onu ya 9 mayda verirlər, ya 20 yanvarda verirlər, ya belə də ya anım günlərində, ya bayramda verirlər. Bayramda niyə verirlər? 9 mayda da faşizm üzərində qələbədə verirlər o film həmişə. Amma sənə deyim ki, musiqisi ayrı, benim də o ifaları da orada. Həyatı çox ağır idi. Olduğu kimi çəkiliyor, çünki real həyat əsasındadır. Və Yahudi olmağı da orada bir şeydə, 41-45-də onlar ki, belə əzab-əziyyətlə, işgəncə ilə öldürüblər, bəzilən yandırıblar filan. Ona görə, yəni, bir insan kimi baxanda, bir musiqiçi kimi başqa cür baxırsan. Bir insan kimi, başqa bir kino sevən kimi tamam başqa cür yanaşırsan. Mənim üçün yəni bir 10 balıq şkalada 9-luqdadır bu film. Yəni həqiqətən də çox sevirəm. Hətta sənə deyim ki, müəyyən şeylərdən eyni şeylə yanaşıram da. Schindlerin siyahısı ilə pianoçu eyni şeydir. Hətta diskdə desən bir yerdə də olur. Amma deyim sənə, mənim üçün Roman Polanski'nin 2 dənə kinosu var ki, məncə piyanistdən mənim üçün subyektiv olaraq maraqlıdır. Razmarin? Yox, baxmamışam ben. Biri Riznya. 4 dənə valideyn bir-birini didirlər 2 dənə uşağın davasına görə. Jodie Foster, Christoph Waltz filan, Kate Winslet. Çox maraqlı filmdir. Kamerinədir. Bir otağın içində gedir söhbət. Ən sevdiyim. Biri də Vrata Ada. Mən bilən elə geldi adı. Vrata Ada. Oynayırdı orada. Ya Devyatı Vrata idi. Neydi? Johnny Depp oynayır orada. Şeytanın kitabını axtarır. Kolleksioner olur. Bir nəfər çağırır onu ki, sən bəs kolleksionersən, axtarsan, tapırsan, edirsən. Məndə deyir, şeytanın kitabının 3 nüsxəsindən 2-si var. Üçüncüsünü tapmalısan və yoxlamalısan ki, həqiqi deyə yox. Bunun başına dayı nələr gəlir orada. Amma özü də rejissor kimi problemli rejissor deyil, şəxsiyyət kimi. Biləsən. Amma deyim sən, misal üçün biz o biri rejissorlara heç toxunmamışıq ha. Christopher Nolan. Christopher Nolan'dan hamı istəyir, eşini danışmırıq. Mən sənə bir şey deyim, indi Christopher Nolan keçid eləyərik. Bilmirəm, indi bugünkü buraxılışımızın mövzusudur, yoxsa yox. Birdən ağlıma gəldi, o filmi sən mənə məsləhət görmüşdün. Və çox adamı bir şey tanımaz. Deyəsən, Avropa istehsalı filmdir. Kostyumer. Kostyumer. O da kamera Kostyumer yox, kostyum. Kostyum? Kostyum. Kostyum dadır. Möhtəşəm filmdir. Baxdın sana? Super. Super. O onun kimi detallı işləyir rejissor hər çox yerdə. detallı. Yəni heç nə yoxdur. Bayra zada çıxmaya ehtiyac yoxdur. Ən sonda bayra çıxır, qar yağır. Hə. Nələr olur orada. Gangsterləri kişi barmağında dolayır.
Gəlirlər ki, mənəm dinləyirlər bizi, axtarırlar bizi, mənəmlə birinə bir şey deyir, o birinə ayrı şey deyir. Hər şey necə fırladırsa, axırda sən demə bu o şəxsi vendettasını aparırmış. Spoiler idisə bağışlayın. Yəni çox maraqlı filmi baxmağa dəyər, atmosferi mənə qəşəng tutmuşdu. Mən ona işdə oturub baxmışdım. Super, superdir. Şey deyən Christopher Nolan'dan bax iki qarma-qarışıq temaları çox xoşdur da. Yəni bizən deyirlər həmişə rejissor həmişə onu narahat edən mövzulara toxunur. Məsəl üçün Sidney Lumet həmişə qanunvericiliklə əlaqəli problemli filmlərə toxunur. Dog Day Afternoon, sonra 12 qəzəbli adam, sonra Serpico, hamısı qanunla əlaqəli. Həmişə qeyri-marşaldır da. Qeyri-marşal heç. Bunu da gör necə fantastik gələcəklə əlaqəli şeylər narahat edir. Göstərir ki, Interstellar-da yaxın gələcəkdə yeməyə heç nə qalmır. Bir dənə kukuruz qalıb, o da vot-vot xarab olacaq. Çarə nədir? Planeti tərk edib getmək. Endurance-lar qururlar, bunlar üçün NASA həll edir. Deyir ki, bizim galaktikadan bir xeyli aralıda, ayrı bir sistemdə 3 dənə planet var. Alimlərin adlarını verirlər. Planet Man, planet mənnəmnə. Bunlardan sos gəlir. Gedin yoxlayın. Deyir, yaxşı yoxlayaq. Deyir, hər ehtimala qarşı sizə şeylər də verir. Orada həyatı başlamağa da elə bir bizə siqnal verib biz də ora gələnə qədər. Kinonun üstündə ən son belə şeylər, nailiyyətlərə imza atmış alimlər işləyib. Kip Thorne özü işləyib. Deyib ki, filmdə bir dənə qrafik olmasın. Yəni uydurma bir şey olmasın. Qrafika yox, uydurma bir şey olmasın. Fizikanın son qazandığı uğurlarla əlaqəli nə varsa onlar olsun. Deyib, yaxşı. Götürüblər qara dəliyin formasını, riyazi hesablamalarla tapıblar, elblər çəkib qoyublar. Tapıblar planetləri. Matt Damon'ın rolü orada prosta. Orada bütün kinonun A'sını B'sini açıb göstərdi ki, biz insanlar elə kodlaşdırılmışıq ki, bizə yaxın çevrəmizdən başqa heç kəsin həyatı maraqlı deyil. Sən deyib bütün planetin insanların həyatını xilas edə bilməsən. Sənin üçün maraqlıdır qızının həyatı, oğlunun həyatı. Sən onlar üçün buradasan, bu planetdəsən. Sən o bir insanlar lazımdır. Ona görə də səndə indi bu dağa sağ qalmaq, yaşamaq instinkti deyil şeylər. Sən onlar üçün buradasan. Mən də deyir buradayam. Öz həyatıma görə çarpışıram. Götürür onları satır, qaçıb getmək istəyir. O da alınmır. Çox gözəl bir dənə nüans var orada. Bunlar o bütün səthi su ilə dolu planetə gəlirlər, göstərir, bunlar o planetə enirlər. Saniyələrin zərbi gedir. O saniyələr yer üzündə gələn illərdir. Dınq 1 il getdi, dınq 2 il getdi. Zamanın nisbilliyini göstərir. Çox belə cüzi eşidilir, yəni belə əməl danq deyir. Çox cüzi eşidilən bir saniyə, asta gedən saniyə addımlardır və göstərir ki, illər gedir orada. Sən burada ətrafa baxınca yer kürəsində 7-8 il getdi. Çoxsu bəyənmir ki, Interstellar'ı sevgi mövzusuna bağlı. Nəyə bağlasınlar? Hər şey, bütün kainat sevginin üstünə qurulub. Bu da öz övladına sevgisindən bütün bunlara getdi. Və yaxşı ki də getdi, xilas elədi yer kürəsini. Amma mənim ən çox sevdiyim Nolan filmi Inception, Prestige. Yəni də atmosferi, yəni də dialoqları, yəni gözəlliyi, qarma-qarışıqlığı, yuxular, beyin hələ də insanda hələ tam çözülməmiş bir şey, ağ bir ləkədir. Hələ axtarışlar var. Nələrsə yazırlar orada. Reindeer Games. Reindeer Games. Bu yaxınlarda baxdım filmə. Çox gözəl, plot twist'i olan bir filmdir. Ben Affleck, Gary Sinise, Charlize Theron. Charlize Theron'un böyle totuş vaxtlarıdır. Bir dənə qəşəngdir orada. Amma axırda elə nifrət elədim ona. Çox gözəl filmdir. Oğlan türmədən çıxır. Dostunu yaralayırlar. Dostunun adı ilə gel qızla görüşməyə. Ona yazdığı məktublardan xəbəri var. Gel görüşür qızla. Qız da elə fırladır söhbət ki, qardaşı gəlir ki, bəs sən filan kazinoda işləyirmişsən, adın da filan kəs. Deyir, mən o deyirəm, deyir, o türmədə öldü o. Mən ayrısıyam. Yo, sən olsan. Gedəydik kazinonu, deyir, qarət eləmək. Deyir, mən o deyirəm, bilmirəm orada nə baş verir. Yo, gedəcək. Sonra məlum olur ki, qız da qardaşının yanındaymış. Sonra bir dənə plot twist olur. Orada dəlixana deyə oğlan babelənçinə oturub baxır ki, nə baş verir vəbşə də, yəni satan satanadır da. Şeydi o Charlize Theron dediğin yadıma düşdü. Maguchi Joe Young. Qəşəng filmdir. O da Disney'indi. O da remake-dir. Ya, hətta. 30-40-cı illərdə çəkiblər King Kongla bərabər Maguchi Joe Young, o vaxt kukla.
Sonra deyiblər ki, gəl bir də remake eləyək. Mənim çox xoşum gəldi. Bill Paxton idi deyəsən. Oğlan. Ha, Yoxa çıxdı sonra. öldü də, rəhmətə Öldü. getdi. Ha. Yoxa çıxdı. Qaslar. Hə, şey. Neysə. Yəni orada bir dənə qəşəng yer var. Orada bir dənə də orada çoxdur Qəşəng qəşəng. yer, hə, yaxşı. Nolan'ın o Inception-ına bir nəfər soruşmuşdu, sizcə nədir orada məsələ? Mənim fikrimcə bütün kino DiCaprio'nun arvadının yuxusudur. Nolan'ın yuxusu. Çünki orada Valçoku fırladır. Valçok da arvadının totemi idi. Özünün yox, özünün totemini heç vaxt göstərmirlər. Mənə çox maraqlıdır. Yəni siz nə fikirləşirsiniz bu barədə? Balaca video. Yazın göndərin. Yazın, göndərin. Başqa nəsə var idi, yoxsa bir də nə o idi? Sablar üstündə qırğın gedir. Sağ ol. O bir daha erotik thriller dediyi aləm qarışdı bir-birinə. Banderas'ın Jolie'nin dedi o səhnəsində kravat səhnəsi. Baxmamışam axı. O yönə baxmamışsan. Mən ümumiyyətlə kinoya baxmamışam. YouTube- Özdə burada onu danışa bilmir. Nə danışar? Amma babat səhnədir. Ləzzətli. Jason Statham'ın ən sevdiyiniz film hansıdır? Oh. Bax, qəşəng yerə gəldik. Davay, Jason Statham'ın ən çox sevdiyim filmi Professional. Doğrudan. Professional. Ən qəşəng filmidir. Mən o birisini bilirdim. Neyi? Sotu. Sotovu. Orada zlodeya oynayır deyə mən onu saymadım. Orada Chris Evans başrolda baş qəhrəmandır. Kim Basinger. Professionalda qəşəng bir səhnə var. Qız baseyndə rəqs eləyir. Sən ancaq elə erotik səhnələrə baxarsan. Yox, yadımda düşdü. De Niro super oynayıb o kinoda. De Niro super oynayıb bu kinoda. Şunun şey etdi. Bir dənə də qəşəng kinosuna baxmışdım. James Franco ilə idi. Adı yadımdan çıxdı. Bu köhnə spetsnaz olur, qeyri yaşayır şeydə. Spetsnaz da yox, polis olur, pod prikritim. Bu missiyadan sonra göndərirlər, adınız adı şeylər, qalır bir dənə yerdə mexanik kimi işləyir. Gəmiləriniz, motorlarınız düzəldir. Gəlirlər buna ilişirlər. Məktəbdə qızı birini döyür, bir dənə uşağı. Valideynləri gəlir ki, bunu mələtmək lazımdır. Bu kimdir? Vəbşə hardan gəlib düşüb bizim kəndə zada. Qırğın qəşəng kinodur. Mənim çox xoşuma gəldi. Statham'ın uğurlu olmasının səbəbi ona dəstək duran Sylvester Stallone'dir. Doğrudan. Ona dost kimi bütün kinolarda kömək durur. Bəzi kinolarında hətta prodüserdir. Hətta. Bax, sənə deyim, bir çoxla bir şey Privoşik yazıcı orada. Daşıyıcı. Daşıyıcı işte o klassikadır. Sonra Revolver var idi. Revolveri başa düşmək üçün baş lazımdır. Amma Guy Ritchie'nin başqa kinoları var ki. Şeyə baxmısan? Большой Kuş. 90'ların filmi deyil o. Orada elə yumor var Hüseyn ağa. Qırılarsan gülməkdən. Bir dənə brilyantın üstündə qırğın gedir. Statham'la dostu, Turuk, bir də Tommy. Bunlar öz başlarını girələməyə şey axtarırlar. Trailer axtarırlar özlərini yaşamağa. Gəlirlər, danışırlar tsiqanlarla. Tsiqanların da başçısının oğlu Brad Pitt. Sonra bu brilyant üstündə qırğın gedir. Benicio del Toro oradadır. Sonra Benicio del Toro'nun bir dənə kinosunu deyəcəm birazdan. Sonra Boris adında silah satan bir dənə Rus. Zəng edirlər ona ki, Boris, gicləri yığma başı var. Əməlli başlı işçilərlə gel o brilyantı çırpışdır bundan. Gel tapır 3 dənə negri. Bunu vururlar maşının əzlə. Bunu oğurlayırlar. Brilyantı götürəmirlər. Brilyantı götürəndə it gəlir, yir brilyantı qaçır gedir. Ay ne düşüb də itin dalayacaq. Aləm deyib bir-birinə. Sonra biri gəlir, iki dişli birisi. O vəbşə qırğındır. Kino deyil, o sənət əsəridir prosta. O da bir də Kartı Dengi Dva Stvala. Statham oynayır orada yenə də. Orada da 4 dənə dost başlayın girələməyi iş axtarırlar, şeylər, gəlirlər, düşürlər bir dənə banditin əlinə. Bandit bunlara iş tapşırır, 2 dənə tüfəngi oğurlamağa. Başqa 2 dənə zırrama gəlir, həmən evdən 2 dənə sınıq salxaq tüfəngi oğurlayır. Yox, 2 dənə sınıq salxaqı bunları oğurlayırlar. Onlar gəlir antikvariat həmən tüfəngləri oğurlayırlar. Aləm qarışır bir-birinə. Kim kimi öldürdü, kim kimi pulunu yardı. Lap axırda bütün məsələ həll olunur. Baş qəhrəman atasında Sting oynayır. Gəlirlər, deyirlər ki, canımızı qutaraq bu tüfənglərdən. Dostlarından birinə verirlər ki, get Atqan mostdan aşağı gözümüz görməsin bunu. Bunun zibilinə keçmişik. Birdən əllərinə buklet keçir. Baxırlar ki, həmin tüfənglər hərəsi milyonlarla frank şey tutur da. Baxırlar bilən, tez telefonu tap, zəng gəlir, onu atmasın. Bu da zırrama atıb. Yeyib ki, körpünün bir küncünə düşməyib çaya.
əyilir beləsinə itələməyə. O yandan da telefonu zəng vurur. Qalxıb beləsinə götürsün yoxsa atsın. Kino orada qurtarır. Bilinmirdən o. Qırğın kinodur. Bax o Gentlemanlar. Gentlemanlar sənət əsəridir. O 2 dənə qəşəng seriala yer açdı. Biri öz kainatı üzrə, biri də ki Tom Hardy'nin qəşəng bir serialı oldu. Seriallar haqqında gərək eləyək bir dəfə sənə. Seriallardan bir sənə temalar çıxar. Mənim ən sevdiyim bir film var. Düzü belə ciddi bir film deyil. Deyəsən tərcümədə belə gedir. Mənim sevimli Marsiyanım. Hə, komediya. Hə, dedim bizə bu əhval düzəldi. Orada da ki, düzdür, filmin özü maraqlıdır, amma o filmə əsas Hurley'ə görə baxırdım. Elizabeth Hurley qocalmır da qardaş. Elizabeth Hurley şərab kimi deyir qadın. Monikanı vurdu keçdiyə. Ya Monikanı heç kim vura bilməz. Monika Amma qocalıb qardaş, boğazına bax. Amma boğazdan baxma. Canlıda ibimiz. Sen kastel vurdu. Şeydir, hə, qulaq. Deməli, Orasına baxma. Elizabeth Hurley o kinonun gözüdür də elə bil ki də. Elizabeth Hurley hansı kinoya girirsə o kinonun gözü olur. Gözüdür, hə. Mən sənə deyim, orada bir dənə əsas səhnə var. Hannibal gəlir. Yox, başqa Disneyindir, başqa nə olacaq orada? Hə. Qapını açır, qırmızı geyimdə, əlində şərabla, şampanski ilə zadla. Deyir, bir də mənə süzgünlə oturur orada divanda. O qolu qopuraq olursun. Superdir də, super. Elə izah edirsən, elə tamam ayrı kinodan danışsan. İndi mən qorxuram sən o arzularla kör olmuş filminin danışsan nə olar orada. Şeytanı sən elə təsəvvür eləyərsən ki, amma estağfurullah ona ibadət eləyər. Hə, o Asli Priyomla Şulanyan. Mən nə o deyirəm də? Orada bilyard səhnəsi. Brendan Fraser'la. Bilyard oyunları atır ki, ilə tık vurur şarkı. Dərinliyə getməyək. Biz burada Antonio Banderas'la Jolie'nin kinosunu danışmırıq. Amma yox. Sən O necə gedir Azərbaycanca? Asli Priyon arzularla kör olmuş. Arzular kör. O arzularla kör olmuş filmə mütləq baxın. Rusca Kim Asli Priyomla baxmayıbsa? Şulanyan, hə. Çox gözəl. Əslində o da maraqlı bir şeydir. 7 dənə arzu olurdu. 666. 666 pager nömrəsidir, hə. şeytan nömrəsi. Hə, bu orada arzuların yerinə yetirir. Elizabeth Hurley ilə Brendan Fraser orada poza hoqqa verir də. Bu aparıcı elə bizi bunları paylaşanda. Yox, doğrudan superdir. Otur bilyardda ucanıca oturur Hurley onun üstündə şey deyir. Başa üstündə. Başa düşdüm nə edir. O super səhnədir. Bayaqları Benicio del Toro'nun bir filmini deyirdim. Sən də baxmısan. Haunted. Zagnanlı. O şey Tommy Lee Jones'dan. Tommy Lee Jones'la. Əjdaha kino. Bu sənət əsərini deməmək olar. Yox. O kino, mən sənə deyim, bu yaxınlarda öyrəndim. Rambo'nun istifadə olunmamış ssenarisi əsasında gəlib. Çünki niyə? Rambo'nu çəkiblər birinci dəfə. Çox qəmgin, bədbin bir ssenarisi olub. Kinonun axırında Rambo o qədər beyni çönür ki, yoldan keçən günahsız insanları da öldürür. Rambo'nu da öldürür Trautmann. Gələn polkovnik olur. Bu ssenarini bırak ellər. Deyirlər ki, yox, bu olmaz. Dəli sən cəmaat getməyəcək bu kinoya. Həmin o ssenarini modernləşdirirlər. Çəkilər Zagnanlı. Benicio del Toro ilə, Tommy Lee Jones'la. Orada spetsnazdan yerdə söhbət gedir, düşür ən belə qaynar nöqtələrə. Elə olur ki, posttravmatik bir sindromdan beyni gedir. Müəllimi də atır bu işləri, bunları hazırlamağı zadı. Meşənin bir dibində yaşayır, qarlı yerlərdə zətdə canavarları qoruyur, eləyir. Gəlir buna xəbər göndərirlər ki, belə qeyri-adi bir ölümlər baş verir, cinayətlər baş verir. Biz bilmirik bunu kim eləyib, amma eləyən profidir. Baxır, başa düşür ki, bunun özünün imzasıdır. Öyrətdiyi kimidir, nadrezlər zatlar, oğlana bıçaqla rəftarı öyrədib. Başlayır bu oyla onu axtarmağa ki, biz ağlını başına yığsın. Danışırlar ilə görə ortaq məxrəcə gəlməyə alınmayacaq. Finalda da başlayırlar bir-birlərinə döyüşməyə. Kino çox gözəldir. Döyüş səhnələri fantastikadır da. Çox gözəldir. 90'ların ən gözəl filmlərindən biridir və hətta deyərdim ki, ən dəyəri bilinməyən filmlərdən biridir. Hətta orada Bibliya allüziyası da var. Oğlunu qurban vermək istəyən İbrahim Peyğəmbər kimi. Yəni bu öz övladını elə bir övladı kimi də onu yetişdirib qurban verir. Çox maraqlı filmdir. Yəni dövrünün qədri bilinməyən filmlərindən biridir. Dövrünün klassiklərindən birini də bilməksən. Biglet. Harrison Ford. Dr. Kimball. Super filmdir. O filmin misli yoxdur. O filmdə
Harrison Ford'un dalcan o qəza olur ya şeydə. Bunu türməyə apardıqları qatar olur ha. Qatar aşır, eləyir, bu çıxır, ayaqları zəncirli, qaçmağa çalışır, qatar düz üstünə gəlir. Real çəkilişdi o şeydir. Yəni qatar doğrudan bunun üstünə gəlir, bu da axsı, özü atlar, kaskadyor zadı yoxdur, özü eləyib hamısını. O səhnənin şərəfinə götürüb saxlayıblar vaqonu orada, muzey kimi. Nə gündə də pas atıb dəmirləri zadı it gündə, amma o kino xatirəsinə saxlayıblar. Tommy Lee Jones'u da rejissor özü çağırıb şeydən, Steven Seagal'ın kinosundan, Zaxvat kinosu var idi, gəmidən. Birinci kinoda terroristi oynayırdı axı. Tommy Lee Jones'u rejissor özü dəvət edir. O qədər xoşuna gəlir ki, bu kinonu çəkəndə Andrew Davis dəvət edir onu. Deyir ki, bəs bu dəfə Marshall oynayacaqsan. Bunu şey eləyir, hazırlayır, dambada düşürür, onu da alacaq. Qaçır, görür, qaçmağa yer yoxdur. Çönür beləsinə. Deyir, təslim ol. Deyir, mən arvadımı öldürməmişəm. Deyir, mənim vecimə də deyir. Əslində o replika yox idi, özündən uydurub. Orada deyir ki, mən səni tutmalıyam, ya mənim işim budur. Mənim vecimə də deyir. O karıxdırır bir balaca Harrison Ford'u, amma kinoya da düşür o kadın. Çox gözəldir. Orada improvizasiyalar edir. Mən sənə deyim, 1996-cı il istehsalı olan bir film var. Sənin də çox sevdiyin filmlərdən biridir. Dnevnoy Svet. Stallone, Viggo Mortensen. Mən sənə deyim ki, mən bir şey öyrəndim ki, sən demək rejissor Stallone'nin yerini Nicolas Cage çəkmək istəyib. Doğrudan. Əvvəlcə, hə. Sonra nəsə razılaşmadılar, nəsə uyğun gəlməyib. Stallone-lə çəkiblər. Stallone daha uyğundur. Stallone çox möhtəşəm oynayır. 96-da Skalada gördüyü də Nicolas Cage arıq-tırıq bir şeydi. Özə deyir ki, indiki məsələn dövrdə məsələn şey dövrdə kompüterin qrafikası deyil, əməli başda bütün şeylər düzəldir. Texniki bütün effektlər hamısı texniki effektlər idi, yəni kompüter dövrdə. Super alınıb. Yəni film sadəcə möhtəşəm. Oğlu ilə çəkilib orada Stallone. Oğlu ilə çəkilib, özdə bir yerdə səhnələri də var. Oğlu gəlir Viggo Mortensen'dən qaçmağa, o sallanır troslardan. Deyir, gəlmə, çıx burdan, çıx. Bir yerdə çıxırlar, tunel dağılır. Və orada ata-oğul bir yerdə çəkiliblər. Stallone'nin oğludur. Yeganə oğlu idi. Öldü sonra. Stallone-nin sənə deyim ki, sayı seçmə belə də uğurlu, mənim üçün deyirəm də, əlbəttə uğurlu filmlərdən biri idi. O 90'ların bir də Cobra. Kult. Hə, açıq əlində avtomat. Ağzında spiçka. Cobra-nın o qədər dəyişdirdi ki ssenarisini. Cobra da əsər əsasında idi. Əsərdən heç nə qoymadı. Gəldi yazıcı belə, gəldi mən deyir, safdır olam. Həm müəllif. Deyir, dəli sənsən, geri düşündən məşğul ol. Dəyişdi onu, dəyişdi bunu. Rejissor Pankasmatos. Bunun əlinin altında bizə necə idi? Yəni belə də, Stallone olmayan günlər, dağıdırdı ortalığı. Stallone orada bir dənə qəşəng maşını, yəni qeyd eləmişdim burada hardasa. Stallone'un maşını Mercury Monterey 1950-ci ilin maşını. O çəkilişdən sonra özünə götürüb maşını. Saxlayıb özündə, sonra o maşını oğurlayıblar evindən. Niyə? Fanat gəlib oğurlayıb, illər sonra qaytarıb. Bu da o maşınla şəkil çəkdirir. Fanatlar belə, o Cobra 2 gəl, Cobra 2 gəl. Gəlmədi. İntervyuda soruşdular ondan ki, bəs eləyər düz belə deyir. Cobra deyir, potensialı hələ də deyir, şey qalan bir ekran əsəridir, amma niyəsə çəkilmir. 99-cu il istehsalı olan bir film var. Sənin də sevdiyin filmdir. İstəyirəm ki, sən danışasan bu barədə. Çünki George Clooney ilə Michelle Pfeiffer'in ən gözəl belə vaxtlarda belə eləyim ki, tamaşaçılar da görsün. Biraz belə tut. Belə də tutum, hə, hər tərəfdən. Bu da yaxındır belə. Elə film başlayan kimi Van Fine deyə bir mahnı gedir. O artıq əgər siz atmosfer adamısınızsa, yəni bir musiqidən o hala düşürsünüzsə, gözəl bir əhvala düşürsünüzsə, yəni əsl sizliyi filmdir. Ardını da Arif danışacaq, söhbət nədir? Top məndə, hə? Top səndədir. Kinonun məğzi elə qəşəngdir ki, bunlar ikisi də tənha valideynlərdilər. Birinin əri yoxdur, birinin arvadı, birində qız uşaqdır, birində oğlan uşağı. İkisində ən kritik günündə yoldaşları yanlarında dördə, yəni özləri gərək həll eləsinlər. Uşağı bir yerdən o biri yerə qoymalısan, işdə aləm deyib bir-birinə, evdəkilərlə problemi həll eləməlisən, nə eləməlisən. Bunlar hamısına 24 saat çatmır da. Bunlar dəli kimi, bu oradan bura qaçır, bu oradan bura qaçır. Uşağı ötür, mənlə bunu götür. Hardansa neynə? Yəni indiki dövrlə elə səsləşir. İndiki dövrün özündə 24 saat adamı bəs eləmir də. Bu kinonun özü də çox maraqlıdır. Oğlan jurnalistdir. Qız yadımda dövr neydi? Qız kinonun axırına yaxın gəlir köməyinə çatır. Qız proyektör edir, evlər zətdir. Ay yaşa, çox sağ ol.
Bu gəlir axıra yaxın deyir ki, bəs mən oğlanın yerinə gəlmişəm, bəs intervyu almağa məndən nə vaxt uzadır, dartır, bu gəlir çıxır ki, bəs çatdırdım özümü. Sonra da hələ o boyda həngamədən sonra uşaqlar futbola aparırlar. Mən nə ilə. Bölüşürlər də uşaqlar. Birinə bir gün biri baxır, birinə bir gün biri baxır. Bir gün yox, bir günün içində baş verir. 1 saat bu baxır, 1 saat o baxır. Bir uşağın balığı olur, akvarium içində. Nələr. Axırda axşam gəlirlər, görüşürlər ki, bəs bu qədər vaxt keçirdik bir yerdə. Bu bir major akordu olmalıdır. Jolie ilə Banderas. O majordur, O dissonansdır. o dissonansdır. Çox gözəl filmdir bu. Bir də bir şey deyəcəm. 2008-ci ilin filmi var. Məşhur əsər əsasındadır. Qiraətçi. Sən ağır mövzulara girirsən. Mən onların videolarını qoysam danışıqlarımızın altından. Yox, amma sənə deyim ki, oradan çox gözəl mövzudur. Razıyam. Həm də Avropada bir çox festivalların qalibi olub. Razıyam. Əsəri də gözəldir. Kate Filmi də gözəldir. Kate Winslet özü var şey gözəldir. Ralph Fiennes də orada qəşəng rol oynayıb. Düzdür, oğlan daha çox görünür ekranda. Oğlan da pis oynayır. Qəşəng oynayır. Kinosu ağır kinodur. Mövzusu da ağırdır. Yəni oğlan əvvəlcədən vurulur ona. Amma bu onu qəbul eləmir. Bu elə bil həyatında yaşamadığı hissləri yaşayır oyuna. Sonra illər sonra oğlan bir də peyda olur. Düşünür ki, yəni hələ də hisslər qalıb. Oğlan deyir ki, nə hisslərsən, gör nə gündəsən. Qız oxumağı bilmir desən. Bilmir, yazı pozunu bilmir. Bu audio kitabları eləyir. Oxuyur həm də yanında şey. Çox gözəl, çox təsirli. Və məhkəmədə qarşılaşırlar da sonra illər sonra. Bayaqları Jolie dün J-Lo eşitdim. Sən bilsən J-Lo bir dənə rejissorun karyerasının bitməsinə səbəb olub. Kimə? Знакомьтесь, Joe Black'ın rejissoru. O rejissor çox istedadlı birisi idi. Bir dənə promx kinosu yox idi. Bir-birini alacaq, qəşəng kinolar çəkir. Hit alacaq, hit. Bir dənə kino səhv, daha kino çəkmir. Nə kino? Nə kino? Cilli. Ben Affleck'la. Ben Affleck, Al Pacino. Yəni kino o qədər iyrənc kino oldu ki, heç kəs bəyənmədi ya. Bu ki, mən daha şu kino zat çəkmirəm. Bir dənə promx. Oracan təsəvvürlə pillə gəlirsən, darrab buldu ilə gəlirsən yerə. Deyir ki, mən daha kino zat çəkən deyirəm. Halbuki bax, tanış olun Joe Black necə gözəl filmdir. Brad Pitt oynayırdı. Brad Pitt, Anthony Hopkins'la Brad Pitt'in kinosu Legenda Osini. O Pleyadadan. Necə gözəl kinodur. İndiyənəcən baxırsan, adam fikirləşir, Ludlowlar ailəsinin necə gözəl bir hekayəsi. Musiqisi də gözəl. Biz çalmışdıq o orkestrla. Yəni təsəvvürlə bir-birindən gözəl hadisələr orada. Birinci Dünya müharibəsinə gəlirlər. Oğullarının içində bilir ki, yeganə ağlı başında Tristandır. Brad Pitt. Yollayır onlardan ki, gel onlara göz qulaq ol. Biri deyir dəlidir, o birisi də uşaq dəli. Göz qulaq ol onlardan. Julia Armond gəlməyinə aləm qarışır bir-birinə də. Bir dənə qadının kişi ortalığına girməyinə həmişə kimi. Çox tragik filmdir. Amma bu aktyorları birləşdirən bir dənə də hadisə, nə əlaqəli bir kino, Ayı, The Edge, Na Grani. Yəni Legenda Osini'də də Ayı var. Burada da Ayı var. İkisində də Anthony Hopkins. Anthony Hopkins o kinoda, o kino sayəsində mən başa düşdüm ki, insan nə qədər imkanı olur olsun, insan nə qədər maddi rifahı güclü olur olsun, gəlib bacarsın hər cür vəziyyətdən çıxmağı. Yəni, gəlib düşdü ora. 2 nəfər cavan adam panikada. Bir dənə bu adam bütün o istirahət günü Hinduların o yaşayış tərzini kitabdan oxuyub, başa düşüb neyi necə eləmək lazımdır. Panika zad yoxdur, sakitcə. Parça qanlayıb, ged onu yandır, yerə ki, bastır. Şeydir, azmışıq, skripkanı sürtək günə qoyaq, istiqaməti göstərəcək. Mən nə bilim, filan şeydən tor düzəldək, balıq tutaq, dələni tutaq, tələ eləyək. Çox gözəl filmdir. Yəni, görüb götürüləsə çox şey var orada. Əziz Kinoman izləyicilərimiz, bugünkü buraxılışımızı da burada yekunlaşdırırıq. Ümid edirik ki, bu saat yarım ərzində çox şeydən danışdıq. Nələr qaldısa, növbəti buraxılışda səsləndirərik, izləyərik, danışarıq, fikrimizi bölüşərik.
Növbəti buraxılışda görüşmək ümidi ilə. Xoş oldu belə bir eksperiment. İnşallah ki, yenə də davamlı olar, yenə də əlaqədə olarıq, yenə də fərqli maraqlı filmlərdən. Siz də yazın öz fikirlərinizi, öz istəklərinizi yazın. Gələn çəkilişə qədər müddətimiz uzundur. İmkan daxilində baxıb öz fikrimizi bildirərik. Sağ olun, salamat qalın. Hələlik.